Yeni günde hamınızı yenidən xoş gördük. Mənim dəyərli izləyicilərim, gözəl xanımlar. Nətərsiz? Məni soruşsaz, şükür Allaha, mən də yaxşıyam. Allah hər birimizi var eləsin. Hamınıza bu həyatda can sağlığı arzuluyuram. Ondan vacib, önəmli heç bir şey ola bilməz. Bunu zaten hamımız bilirik. Allah Teala o can sağlığını heç birimizdən əsirgəməsin. Amin. Gözəl xanımlar, neyinirsiniz? Nətərsiz? Bugün bazar günüdür, istirahət günüdür. Bir qarışıq vlogum olacaq bugün inşallah. Xahiş edirəm, diqqətlə baxın, maraqlı bir videom olacaqdır. Bugün mən mandalin mürəbbəsi pişirmək istəyirəm, hazırlamaq istəyirəm. Dedim, yəqin ki, mənim gözəl izləyicilərimə də maraqlı olar. İndi mən bu prosesi görsədim sizə, hamısını hazırlayıb qarşınıza gəlmişəm ki, vaxtım getməsin, gözəl insanlar. Xanımlar, mən burada mandalinimizi soymuşam. Qəşəng qabığını soymuşam, təmiz halında yığmışam qablarına. Bax belə. Bu da bizim qoz ləpəmizdir. Qabığından çıxartmışam, bütöv. Bu formada indi göstərəcəm sizə neyləyəcəm. Gözəl xanımlar, bu da bizim vanilimizdir, bir paket. Mürəbbənin mətnə tökəcəm inşallah. Xanımlar, demək neyləyirik? Mən hər mandalinin içinə bir dənə qoz ləpəsi qoyuram. Bax belə. Qəşəng-qəşəng hamısını yığandan sonra gözəl xanımlar, mən onu pişirəcəm inşallah. Bax belə xanımlar, mən davam eləyim, ləpəmizi yığım, mandalin meyvəmizin üzərinə hamısını. Sonra başlayım pişirməyə. Xanımlar, necə? Burada 1 kiloqram 200 qram mandalin var, təmiz halı. Təmizləmişəm, qabığından çıxartmışam. Burada qalıbdır 1 kiloqram 200 qram mandalin meyvəmiz. Bu da bizim pesokumuzdur, şəkər tozumuz. Burada da var 1 kiloqram 200 qram pesok. 2 stəkan, 200 qramlıq stəkanla bir də bura su tökmüşəm. Xanımlar, bax bu stəkanla bir. 2 stəkan, bu stəkanla bir su tökmüşəm. Şəkər tozumuzun üzərinə. İndi mən bunu qəşəng qoyum qazın üzərinə. Burada qəşəng ərisin, tamam. Şəkər tozu əriyəndən sonra başlayım. Necə pişirəcəm, hamısını sizə göstərəcəm. Siz də izləmədə qalın, maraqlı olacaq, inşallah. Davamlı şəkildə hamısını sizlə bölüşəcəm. Xahiş edirəm yenə sizdən, abunə olmağı unutmayın. Maşallah olsun, baxış sayım çoxdur, amma abunə baxış sayından aşağıda azdır. Xahiş edirəm, abunə olmağı əsla unutmayın, gözəl insanlar. Abunə olun, like edin, yorumları yazırsınız, yenə yazmaqda davam edin. Çox mənim üçün vacibdir, Allah sizləri var eləsin. Yazırsınız, mənim videolarımı izləyirsiniz, gözəl fikirlərinizi də yazırsınız. Yenə də davam edin. Əziyyətə, zəhmətə qiymət verən mənim dəyərli izləyicilərim. İnşallah bu videomda maraqlı olar. Xanımlar, mətimiz burada qəşəng qaynadı. Şəkər tozumuz əridi. İndi mən mandalinləri yığım mətimizin üzərinə bir-bir. Bismillah. Allah xeyir versin. Şirin ağızla işlədək hamımız. Kim nə iş görürsə, qışa nə tədarik görürsə, Allah xeyrin versin. Sağcan nəsib eləsin. Hamı evində rahat, ailəsinin içində şirin ağızla nuş etsin. Amin inşallah. Bax belə xanımlar. Hamısını ardıcıl gətirib yığım, o birisiləri də.
Bax belə yığacam hamısını. Qəşəng bişsin, hazır forması ilə inşallah görüşərik. Siz izləmədə qalın, maraqlı olacaq. Burası çox maraqlıdır. Gözəl bacılarım. Bir daha salam, gözəl xanımlar. Baxın, bax, burada mandalin mürəbbəmiz. Yavaş-yavaş öz mətində bişir. Maşallah, çox qəşəng. İnanırsınız, burada o qədər gözəl ətir gəlir. Vanilimizi tökün, xanımlar. Vanil də bu mürəbbəyə xüsusi ətir verir. Ona görə mütləq bunu tökməliyik. Belə. Xanımlar, qəşəng burada pişir öz üçün. Çox gözəl də ətri gəlir. Rəngi də qəşəngdir. İnşallah xanımlar, hazır vəziyyəti ilə bölüşəcəm sizlə Allahın izni ilə. İzləmədə qalın. Mürəbbəmiz də öz xoduna burada pişir, qəşəng. Mənim də başqa işlərim var, onları hazırlayım, yenə qarşınıza gələcəm inşallah. Mürəbbəmiz artıq hazırdır. Gözəl xanımlar, altını keçirin. Qəşəng soğusun. Yenə soyandan sonra servis eləyəcəm, sizə göstərəcəm inşallah. İndi keçin başqa işimə. İzləmədə qalın mənim gözəl izləyicilərim. Allah hər birinizdən razı olsun. Görüşərik təkrar. Yenidən xoş gördük hər birinizi, mənim dəyərli izləyicilərim. Gözəl xanımlar, burada mən kartoşka soğutmalamışam. 6 ədəd kartoşka qabığını soymuşam. 2 yerə bölmüşəm, pişirmişəm suda. Sonra əzmişəm onu qəşəng. Bunu qoyaq bura. Burada bizim toyuğumuzun sinə ətidir. Bunu da əlimlə qəşəng xırda-xırda didmişəm, hazırlamışam. Burada da bizim 2 ədəd baş soğanımız var. Onu da maşınkadan keçirib, acı suyunu çıxartmışam. 1 ədəd yumurta tərkibinə vuracam yeməyimizin. Burada da kişnişlə şüyüddür. Xırda-xırda doğramışam. Burada da 2 qaşıq undur. 2 xörək qaşığı undur. Bu da duz istiyor, zövqə görə tökəcəm. Xanımlar, indi mən nə hazırlayacağım bu sadaladığım ərzaqlardan? Xanımlar, yumru şariklər, kiftə kimi. Qəşəng onu duru yağda qızardacağım o üz bu üz. Zaten bunlar hamısı pişmiş ərzaqlardır. Kartoşkamız da, toyuğun sinə əti də. Xanımlar, indi nə edirik? Toyuğun didilmiş sinə ətini tökürük kartoşkamızın üzərinə. Belə. Sonra tökürük soğanımızı. Göyərtimizi. Göyərtimizi də tökürük. 1 ədəd də yumurta dedim. Bir ədəd də yumurtamızı tökürük. Üzərinə 2 xörək qaşığı da undur. Bunu da tökürük. Qutarıq hamısını, ərzaqlarımızı tökdük. Xanımlar, mən kartoşkanı soğutmalıyanda duz tökmüşdüm suyuna. Bir balaca tökəcəm ondan ötürü ki, ətimizin, soğanımızın, göyərtimizin duzu yox idi. Azca tökdüm. Bu da bizim qara istiyotumuzdur. Zövqə görə. Bir balaca da qara istiyot töküm. Xanımlar, indi mən bunları qəşəng hamısını qatışdıracağım. Qatışdırım. Sonra hazır şariklərimiz hazır olsun. Mən onu sizlə bölüşəcəm, gözəl xanımlar.
Çox maraqlı bir yeməkdir. Ailədə nəvələriniz, evladlarınız, hətta özünüzün də çox xoşunuza gələcək. Həm dad olaraq dadlıdır, həm də vid olaraq. İndi mən bunu qəşəng-qəşəng burada qatışdırım, həll eləyim. Hamısının dadı bir-birinə çıxsın. Sonra yenidən görüşərik inşallah. Siz maraqlı olacaq, izləmədə qalın. Mütləq. Xanımlar, şairik hazırladım qəşəng yeməyimizi. Demək, 21 dənə çıxdı. Belə küftəciklər. 21 dənə çıxdı nətəri. 6 ədəd kartuşka, 2 baş soğan, 1 pütük toyuğun sinə ətindən. Göy, yumurta, 2 xörək qaşığı un. Qatışdırdım hamısını 21 dənə, bax belə 21 ədəd bizim küftəciklərimiz çıxdı. Burada xanımlar, final yağı tökmüşəm, duru yağ, bolluca. İndi mən bu şairiklərimizi, yəni ki, küftəciklərimizi bu yağımızın üzərinə düzüm. Bismillah. Qəşəng burada pişəcək, o üz bu üz qızaracaq. Çox dadlı olur. Gözəl xanımlar, siz də hazırlayın. Ola bilsin, yəqin ki, hazırlayırsınız. İndi yenə deyirəm, gənc xanımlarımız var, ailə qruplar. Bax, onlar üçün daha maraqlı olar. Onlar izləsinlər, hazırlasınlar, gənc ailədilər. Oturub evlərində nuş etsinlər. Bax belə xanımlar. Bu partiya qızarsın, bişsin, götürün. Sonra o birisiləri düzəcəm inşallah. Siz izləmədə qalın mütləq. Görüşərik Allahın izni ilə. Gözəl xanımlar, görün nə qəşəng qızarıqdır burada bizim küftəciklərimiz. Qəşəng-qəşəng öz üçün burada pişir. İndi mən bunları götürüm, o birisiləri yığım. Onlar da qızarsın, bişsin. İnşallah hazır vəziyyəti ilə servis eləyib sizlə görüşəcəm yenə. Siz mütləq izləmədə qalın. Çox maraqlıdır bura. Əziz izləyicilərim, mənim mürəbbəm pişdi, hazır oldu. Altını söndürdüm. Qoymuşam bir qırağa, soğusun. İnşallah servis edeyim, onu da göstərəcəm. Sonra mənim küftəciklərim də pişdi. Onların da altını söndürdüm. Qabına yığıb qoydum bir kənara. İndi xanımlar, burada nə gedir? Burada bir qalyanaltı eləmək istəyirəm. Bildiyimiz göy lobiyadır. Uzun sos, səməvari doğramışam, nazik-nazik. Bir də çorkadan kök keçirmişəm, bir dənə iri kökdür. Bir dişdə sarımsaqdır xanımlar. İndi nə yiyəcəm bunu? Bu qazanımıza tökəcəm bu lobiyanı. Qoyacam qəşəng pörtlənsin. Soğutmalı olsun da, belə bizim dildə soğutmalı olsun, qəşəng. Sonra buna su tökəcəm, indi 2 stəkan su tökəcəm. Qoyacam qazın üzərinə, qəşəng orada bu soğutmalı olsun. Sonra kökümüzü, sarımsağımızı, duzumuzu töküb, bir də zeytun yağı tökəcəm. O prosesin hamısını sizə göstərəcəm xanımlar. Siz izləmədə qalın, diqqətlə fikir verin. Necə eləyirəm, ola bilsin ki, siz də evdə ailəniz üçün bu qalyanaltını hazırladınız. Xanımlar, indi mən bunu qoyum qazın üzərinə, su töküm. Orada qəşəng soğutmalı olsun, pişsin. Sonra arxasıca hamısını yenə etap-etap sizdən bölüşəcəm inşallah. Xanımlar, salam olsun hər birinizə. Bugünkü videomu da sona çatdırdım. Allaha şükürlər olsun. Xanımlar, bu mənim pişirdiyim mandalin mürəbbəsi. Çox qəşəng çıxıb, qəşəng ətri var. Amma bir dənə yadıma düşmüşkən sizə deyim, şirin mandalin alın. Şirin olsun, turş olmasın. Şirin mandalinlə pişirin, qəşəng nuşucanla, çayla için. Özdə çox belə ləyaqlı mürəbbədir. Belə xanımlar.
Bu da mənim pişirdiyim küftəciklərim. Demişdim də kartuşkanı pörtdətdim, suda qaynatdım. Sonra toyuğun sinə ətini yenə qaynatdım. Kartuşkamızı əzdim, toyuğun sinə ətini diddim xırda-xırda. Sonra xırda-xırda 2 dənə soğan maşından keçirdim. Bir də süt, kişniş, zövqə görə. Üzr istəyirəm. Bunların hamısını qatışdırdım. 2 xörək qaşığı un, 1 ədəd yumurta, duz, isot zövqə görə. Hamısını qatışdırdım. Bax, belə küftəciklər alındı. Bol duru yağda da qızartdım o üz bu üz. Bu da bizim xanımlar söyüq qalyan altımızdır. Bu küftəciklərlə çox dadlı gedir. Hə, lobyamızı da pörtdətdim. Sonra kökümüzü də pörtdətdim. Sarımsaqdır, lobyadır, kökdür. Hamısını qatışdırdım, bir yerə töküb. Bir balaca da üstünə zeytun yağı gəzdirdim. Qoydum küftəmizin böyrünə. Çox dadlı gedir, çox qəşəng. Bu da elə hazır bir tarelkada belə söyüq qalyan altından qoydum ki, yenə belə də baxın, diqqətlə ola bilsin hazırlayarsınız. Nuşicanla evdə, ailənizdə yeyirsiniz inşallah. Xanımlar, yenə deyirəm, inanırsınız, o qədər yorğunam, çox yorulmuşam. Şükür Allaha olsun ki, videonu başa çatdırdım. Xanımlar, məni izləyirsiniz, qəşəng rəylər yazırsınız, motivasiyalar verirsiniz mənə, ruhlandırırsınız. Mən yenə başlayıram videolar çəkməyə sizin sayənizdə. Allah hamımızdan razı olsun. Dəyərə, əməyə, əziyyətə qiymət verən dəyərli xanımlar, mənim bu videomu da izləyin. Allah baxan gözlərinizi var eləsin, yazan əlləriniz ağrımasın. Yenə fikirlərinizi gözləyirəm, yazın, abunə olun, like edin, qəşəng-qəşəng yorumları yenə yazın, davam eləyin. İnşallah mən yenə sizlə videolar bölüşərəm, Allahın izni ilə. Xanımlar, nə fikriniz olsa yazarsınız mənə. Nə lazımdırsa soruşmaq üçün də yenə hazıram. Abunə olmağı mütləq unutmayın, mənə lazımdır, yenə təkrarçılıq olmasın. Yenə deyirəm, abunə olun, like edin, yorumlar yazın. Allah hər birinizdən razı olsun. Hamınızı öpürəm, bağrıma basıram. Özünüzdən müğayət olun. Təkrar inşallah Allahın izni ilə görüşərik.